Salam, bu günləri idim toplusundan leksikanın izahını verəcəm. Başlayaq. Deməli, burada birdən başlayırıq. Deyir, sözlərin birinin leksik mənası düzgün izah olunmamışdır. Riyakar, ikiyüzlü, hiləcər deməkdir. Bəli, düzdür. Ümman, böyük dəniz, okean deməkdir. Düzdür. Niçbin, kədərli, dərdli deyil. Niçbin, sevincli deməkdir. Yəni, cavabımız oldu C variantı. Sözlərin birinin leksik mənası düzgün izah olunmamışdır. İlxı, at toplusu, bəli. Liman, bitkin növü. Liman, bitkin növü deyil. Liman, dəniz körfəzidir və körfü mənasında da işlənir. Bitki növü limon olardı. Limanla limon paronim sözlərdir. Yəni, diqqət eləmək lazımdır. Burada B variantı. Biri gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. Bu mayaqdır. Biri meşədə kiçik açıq sahədir. Bu taladır. Hansı sərgədəki sözlərin leksik mənası yoxdur? Deməli, biz bilirik ki, əsas niksələri həm leksik, həm qrammatik mənaya malikdir. Köməkçi niksələr isə yalnız qrammatik mənaya malikdir. Deməli, bizə cavabda köməkçi niksələrindən ibarət olan variant lazım. Axı, kaş, dək. Bəli, elə budur. Axı ədatdır, kaş ədatdır, dək də qoşmadır. Hansı sözlər homonimlik yarada bilir? Baxaq. Çat, qat. Çat sözü bir var divardakı çat, bir də var çatmaq feili. Qat sözü bir var nəyisə qatmaq, bir də var nəyisə qatı mənasında. Oldu A variantı. Biri köksdən yuxarı abidə mənasındadır, bu büstür. Ecazkar sözünə aid düzgün cavabı soruşur bizdən. Yönəlmiş sözlü xeyir hal-hazırda da işlədiriksə, sözünə əvvəl işlənərək frazoloji birləşmə yaradır. Ümumiyyətlə, frazoloji birləşmələr dildə hazır şəkildə olur. Yəni, sonradan yaradılmır. Qəribə möcüzəli mənasındadır. Bəli, elə cavabımız olacaq C variantı. Sinonimi təcavüzkar sözdür. Xeyr. Homonim kimi işlənə bilir. Xeyr. Nakam sözlə bağlı səhv fikri soruşur bizdən. Sinonimlik yarada bilir. Xeyr. Nakam sözü sinonimlik yarada bilmir. Yönəlmiş sözdür deyil. Bəli, hal-hazırda dilimizdə işlənir. Tək mənalı sözdür. Bəli, homonim kimi işlənə bilmir. Bəli, leksik mənasına görə arzusuna çatmayan, bəli, arzusu yarım qalan, arzusuna çatmayan mənasında işlənir. Cavabımız oldu A variantı. Mülahizə sözü ilə bağlı leksik xüsusiyyətlərdən bağlı səhv fikri soruşur. Deməli, sinonimi mübahisə sözdür. Xeyr, mülahizə fikirdir, irəli sürülən fikir. Mübahisə amma iki nəfər arasında söz, söhbət, fikir ayrılığı. Cavab oldu A variantı. Fərziyyə sözü ilə sinonimdir. Bəli, leksik mənasına görə irəli sürülən fikir. Bəli, homonimlik yarada bilmir. Düzdür. Tək mənalı sözdür. Düzdür. Qazan sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikirdir. Leksik mənasına görə nəyinsə əldə edilməsidir. Bəli, gəlir sözü ilə sinonimdir. Düzgündür. Termindir. Xeyr, qazan sözü termin deyil. Çox mənalı sözdür. Bəli, antonimi zərər ziyan sözlərdir. Bəli. Möhtəşəm sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikri soruşur. Ümumişlək sözdür, bəli. Mötəbər sözü ilə antonimdir, xeyr. Cavabımız oldu B variantı. Hiddət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikri soruşur. Homonim söz deyil, bəli, düzdür. Köhnəlmiş sözdür, xeyr. Hal-hazırda da biz hiddət sözünü işlədirik. Məxfi sözü ilə bağlı səhv fikri soruşur. Xəlvət sözünün antonimidir. Xəlvət elə məxfi deməkdir. Sinonim olardı. Yəni, antonimi xeyr. Məxfi aşkar. Belə olsaydı antonim olardı. Amma xəlvətdir, gizli sözlərdir. Bu, məxfi sözünün sinonimidir. Cavabımız oldu A variantı. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? Yekdillik, birlik, müstəqillik, lətafət, incəlik, bəli, mətn davamı düzümdür. Aforizm, yığcam və dolğun mənalı ifadə, bəli, abstraksiya, konkret izahı olan demək deyil. Hansı sözün leksik mənası düzgün izah olunmuşdur? Lətafət incəlikdir. Qafiyə yaxın mənalı sözlər. Yaxın mənalı sözlər sinonimlərdir. Homonim yazılışı müxtəlif, mənası eyni olan sözlərdir. Xeyr, yazılışı eyni, mənası müxtəlif olan sözlərdir.
Mətin hər hansı bir əsərdən parça 4 hərfli olarsa m, ə, t, n, bəli biz onun parça, yəni kağız parçası, mətin, əsərdən bir hissə götürürük. Amma 5 hərfli olarsa mətin, demişdim ki 5 hərflə, sifətlə yadınızda saxlayın ki, sifət də 5 hərfdir, mətin də 5 hərfdir, dözümlü deməkdir, isim 4 hərfdir, mətin də 4 hərfdir, kağız parçası deməkdir. Deməli bu da səhv fikirdir. Təvazökar loğa özündən razı. Aha. Deməli bu da səhvdir. Təkəbbürlü olardı loğa özündən razı. Lətafət incəlik zərfli deməkdir. Bəli, düzgün cavabımız olacaq A variantı. Sonra 17. Məna baxımından məntiqi artıcılığı gözləməklə cərgəni tamamlayaq. Şanlı, şövkətli, şöhrətli, şəxsiyyətli cavabımız oldu A variantı. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? Abzas mətnin bir sətrin başından o bir sətrə başına qədər olan hissədir. Bu düzgündür. Təkəbbürlü loğa deməkdir, bəli. Astrolog göy cisimləri haqqında elm. Xeyr, log olan alimdir. Axı logiya olan elmdir. Astrologiya olsaydı cavabımız düz olardı. Memuar xatirə deməkdir. Düzdür, mətndə yazılı hissənin nitqin bir parçasıdır. Hansı sözün leksik mənası düzgün izah olunmuşdur? Yarımada 3 tərəfi su ilə əhatə olunan quru sahə. Bəli, ilə cavabımız A variantıdır. Sabit dəyişkən deyil. Ötürü təsadüfü deyil. Sənət peşə ixtisası deyil. Axırı t olsaydı biz onu peşə ixtisası götürərdik. Qadirlik, bacarıqsızlıq, qüdrətsizlik deyil. Xeyr, tam əksinə. Mükalimə. Mükalimə nədir? Mükalimə deməli iki şəxs arasında söhbət deməkdir. Cavab oldu D variantı. Tənə sözü. Tənə sözü mənası ilə doğru fikri soruşur. Tənə danlaq deməkdir. Kiməsə tənə eləmək, məzəmmət eləmək, danlamaq. 22. Birinin leksik mənası düzgündür. Ezamiyyət məzuniyyətə çıxaraq istirahətə getmək. Ezamiyyət yazıda qalsın ki, işlə əlaqədar harasa göndərilmədir. Flora hər hansı bir yerin və ya geoloji dövrün bitki aləmidir. Bu düzdür. Etiket malın eksponatın üzərinə yapışdırılan yarlıqdır. Düzdür. Əmlak mülklər mənasında da etina artıq diqqətdir, əhəmiyyət vermək. Burada sualda səhvlik var. Sualın düzgünü biri leksik mənası düzgün deyil olsaydı A variantı götürərdik. Yəni digərlərində düzgündür. Bəndlərin birində açıq sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq var. Baxaq. İdarəmizdə 3 açıq yer var, 3 sahibsiz yer var. Açıq pəncərədən ətrafı seyr edirdi, qapalı olmayan. Qızın açıq sarı saçları var, azaltma dərəcəsidir, düzdür. Cəbhənin açıq yerlərində qüvvə göndərməklə müdafiəsiz. Səhər saatlarında bu yol açıq olur, gizli olmayan yol boş olur. Boş olsaydı düzgün olardı. Cavabımız Y variantı. 24-də. Bəndlərin birində dünya sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq var. Baxaq. Gətirmək təzə üsluba gərəkdir köhnə dünyanı, ictimai quruluş mənasında. Bu düzgündür. Hər ürəyin öz dünyası bir saadət arzular yer kürəsi mənasında deyil. Xeyr. Cavabımız oldu B variantı. Sillogizm. Sillogizm bilirsiniz ki, 2 hökmdür. Onlardan çıxan nəticə. Birinci hökmdə deyir, leksik mənası olan sözün qrammatik mənası da var. Bu düzgündür. Vətən sözünün leksik mənası var. Deməli, vətən sözünün qrammatik mənası da var. Yəni, bizə 2 hökmdən bu nəticə çıxır. Cavab olacaq D variantı. Vətən sözünün qrammatik mənası var. Limon və liman sözlərinin leksik xüsusiyyətlərinə bağlı düzgün fikirlər soruşur. İkisinin də leksik və qrammatik mənası var. Düzdür. Çünki hər ikisi əsasının ikisəsidir. Sözlərdən biri arxaikləşmişdir. Xeyr, hər ikisini hal-hazırda işlədirik. Sözlərdən biri əşyanın adını, digər əlamətini bildirir. Xeyr, hər ikisi əşyanın adını bildirir. İkisi də əsasının ikisəsidir. Bəli, bu düzgün fikirdir. Sözlərin ikisi də çox mənalıdır. Limonu biz necə çox mənalı işlədək? 1-lə 4. Cavabımız oldu 1-lə 4. Biri torpaq,
ağac və daşdan düzəldilmiş qəni süni təpədir. Süni təpə kurqandır. Yazıda qalsın, ən çox sual düşənlərdəndir. Yeraltı qəbr isə sərdabədir. Yəni qısa ilə uzun yadda saxlamayın. Qısa ilə yadda saxlayın ki, süni təpə kurqan, yeraltı qəbr isə sərdabədir. Biri vaxtı ilə əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən adam, bu yadda qalsın ki, kəttadır, kətta. Biri qədim şəhər hasarları üzərində tikilən müşahidə yeri, bu bürcdür. Biri çətin dağ zirvələrinə çıxan adam mənasındadır, bu alpinistdir. Növbəti sual. Biri hərbiçilərin bayram şərəfinə təntənənin keçididir. Bu paraddır. Biri öz fikrini sübut etməyə çalışanlar arasında bəhs, bu mübahisədir. Biri müəyyən bir işlə əlaqədar səfərə göndərməli. İşlə əlaqədar göndərirsə ezamiyyət, istirahəti üçün çıxırsa bu məzuniyyətdir. Biri çoxlu atdır, bu olacaq ilxı. Təvazökar sözünün leksik xüsusiyyətlərindən bağlı düzgün cavabı soruşur bizdən. Deməli, baxaq, çox mənalı sözdür, xeyr. Köhnəlmiş sözdür, xeyr. Antonim loğa sözdür, bəli. Təvazökar loğa olmayan deməkdir, təkəbbürlü amma loğa, yadınızda qalsın. Mənfəət sözünün leksik xüsusiyyətlərindən bağlı düzgün cavabı soruşur. Homonimdir, xeyr. Həm leksik, həm qrammatik mənası var, bəli, düzdür. Maaş sözünün sinonimidir, xeyr. Antonim zərər ziyan sözlərdir, bəli. Leksik mənasına görə fayda qazanc deməkdir, bəli. Cavabımız oldu B variantı. Bivəfa sözünün leksik xüsusiyyətlərindən bağlı səhv soruşur. Sadiq sözünün antonimidir, bəli. Leksik mənaya malikdir, bəli. Tək mənalı sözdür, bəli. Homonim kimi işlənə bilmir, düzdür. Sinonimi yoxdur, bu fikir səhvdir. Bivəfa etibarsız deyə bilərik. Topçularımızın atdığı mərmi düşmən cəbhəsini yerindən yeksan etmişdi. Cümləsində xəbərin ifadə etdiyi leksik məna yerindən yeksan etmək, darmadağın etmək. C variantı. Nailiyyət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikri soruşur bizdən. Var dövlət, sərvət sözləri ilə sinonimdir. Səhv fikri ilə budur. Var dövlət sinonim sözlərinin sinonim deyil. Homonimi yoxdur, bəli. Leksik mənasına görə uğur, müvəffəqiyyət deməkdir, düzdür. Antonimi yoxdur, bəli. Tək mənalı sözdür, bəli. Cavabımız oldu 40 variantı. 41. Qalibiyyət sözünün leksik xüsusiyyətlərindən bağlı düzgün fikirlər soruşur. Köhnəlmiş sözdür, xeyr, hal-hazırda da işlədirik. Sinonimi var, bəli. Qalibiyyət, uğur. Sonra antonimi vardı, bəli, var. Homonim kimi işlənə bilir. Xeyr, qabiliyyət sözlüyünə sinonim. Xeyr, qabiliyyətlə qalibiyyət paronim sözlərdir. Müstəqil leksik mənaya malikdir, bəli. Cavabımız olacaq 2, 3, 6 D variantı. Qabiliyyəti soruşur bu dəfə. Leksik mənasına görə bacarıq deməkdir. Bəli, köhnəlmiş sözdür, xeyr. Hal-hazırda işlədirik. Sinonim ilə bacarıq deyə bilərik. Homonim kimi işlənə bilmir, düzdür. Qalibiyyət sözü ilə antonimdir, xeyr. Heç bir əlaqəsi yoxdur. Deməli olacaq 2, 3, 5 səhvləri soruşur bizdən. Ədalət sözünün leksik xüsusiyyətlərinə görə səhv fikri soruşur. Ümumüştəkdir, bəli. Antonimi ətalət deməkdir, xeyr. Sinonimi var, bəli. Tək mənalı sözdür, bəli. Homonim kimi işlənə bilmir, düzgündür. İstehza sözününlə bağlı səhv fikri soruşur. Antonimi yoxdur, bəli. Köhnəlmiş sözdür, xeyr. İstehza deməli köhnəlmiş söz deyil. Hal-hazırda dilimizdə də işlənir, ən çox da termindir. Rişxənd sözüdür, bəli. Homonim kimi işlənə bilmir, bəli. Cavabımız oldu 44-də B variantı. Maarif sözünün leksik xüsusiyyətlərinə bağlı fikirlərdən səhvdir. Köhnəlmiş söz deyil, bəli. Homonim söz deyil, bəli. Leksik mənasına görə bilik vermə, təhsil, savadlandırma deməkdir, bəli, düzdür. Savadsız, biliksiz sözləri ilə antonimdir, xeyr. Yadınızda qalsın ki, antonimlər eyni hissəsinə məxsus olmalıdır. Maarif isimdirsə, antonimi də isim olmalıdır. Savadsız, biliksiz sözləri ilə antonim deyil.
Savad bilik sözləri ilə sinonim ola bilər. Yəni bu savadsız biliksiz sözləri sifətdir. Sifət isimdən antonim, sinonim ola bilməz. Tənə sözünün leksik xüsusiyyətlərinə bağlı səhvi soruşur yenə. Homonim kimi işlənə bilmir, düzdür. Cəza, əzab mənasında sinonimdir. Xeyr, tənə cəzanla, əzabla sinonim deyil. Danlamaq, məzəmmət etmək, bəli, danlıq, məzəmmət sözlərinə yaxın mənalıdır. Tək mənalı sözdür, antonimdə yoxdur. Sevinç sözünün leksik xüsusiyyətlərinə bağlı fikirlərdən biri səhvdir. Antonimi qəm, kədər sözlərdir. Bəli, ümumişlək sözdür. Bəli, homonimi yoxdur. Bəli, leksik mənasına görə şadlıq deməkdir. Bu da düzgündür. Çox mənalı sözdür. Xeyr, tək mənalı sözdür. Çox mənalı deyil. Lətafət sözünün leksik xüsusiyyətlərindən bağlı səhv fikri soruşur bizdən. Deməli, baxaq. Tək mənalı sözdür. Bəli. Termin kimi işlənmir, düzgündür. İncəlik sözünün sinonimi düzdür. Köhnəlmiş sözdür. Xeyr, hal-hazırda biz lətafət sözünü işlədirik. Məlumat sözünün leksik xüsusiyyətlərindən bağlı səhvi soruşur. Leksik və qrammatik mənaya malikdir, düzdür. Antonimi yoxdur, düzdür. Homonim kimi işlənir. Homonim kimi işlənir, xeyr. Termin kimi işlənə bilmir, düzdür. Sinonimləri əhvalat, sərgüzər sözlərdir, xeyr. Hadisə nə əhvalat sinonim olar. Marş sözünün leksik xüsusiyyətlərinə bağlı səhvi soruşur. Deməli, homonim deyil, düzdür. Leksik mənasına görə əmək haqqı deməkdir. Bəli, arxaik söz, yəni köhnəlmiş söz deyil, xeyr. Hal-hazırda biz məhz marş sözünü dilimizdə işlədirik.